ən çox da aktual olan mövzulardan biri xarici görkəminin dəyişməsi, kökəlməyin və yaxud da həddindən artıq arıqlamağın. Nə yeyirsən ye, səni kökəltmir, nə yeyirsən ye, su içsən belə kökəlirsən. Bu problemdən danışım, çünki aktual mövzulardan biridir. Xarici görkəm hər bir insanın yaşına görə bir xarici görkəm olmalıdır. Əgər yaşından cavan görsənən insanlar varsa, onlar saf niyyətli, saf uşaq niyyətində, uşaq safında olan insanlardır. Öz yaşını göstərə bilmirlər, çünki həm də genetika var, həm də bu insanlar vaxtından böyük düşüncələri, yəni hər hansı bir biç düşüncələri, hər hansı bir, necə deyim, fitri düşüncələri olmur da onların. Saf niyyətli olurlar. Amma yaşından böyük görsən insanlar var. Məsəl üçün, uşaqlar var ki, çox yaşından 5 yaşı var, 15 yaşda insan düşüncələridir. 15 yaş var, 35 yaşdır insan düşüncələridir. Və yaxud da ki, hər yaşda saf niyyət nədir? Saf niyyət ağılsızlıq deyil. Əlini başına çörək vur, əlinə çörək al deyil. Saf niyyət insanın saf ruhu deməkdir. Hər kəs haqqında xoş niyyətli olması deməkdir. Öz haqqında, həyat haqqında xoş niyyətli olması deməkdir və bu insanlara daim pozitiv enerji yüklənir. Verdiyi qədər də pozitiv enerji yüklənir. Yəni başqasının paxıllığını çək, nifrət et, kin, nifrət. Bunlar hamısı negativ enerjilərdir. Kin, nifrət, paxıllıq, əzim, niyə onda var, həsəd, qorxu. Nə onda var, məndə yoxdur. Daim zaten saf niyyətli insan başqasının paxıllığını, həsədini, heç nəyi çəkmədiyinə görə, özünə məşğul olduğuna görə, özü öz dünyasına məşğul olduğuna görə o insan maraqlı deyil. Başqası nə işdə məşğuldur, necədir, nə yeyir, nə içir, nə yatır, hara gedir, nə edir. Özünə məşğul olduğuna görə o saf niyyətdə, o görkəmdə olur. Demək, yaşından böyük görsənirsənsə, daha çox sən təsdiq olunmağa ehtiyacın var, görsənməyə ehtiyacın var, bilməyə, ağıllı. Yəni uşaq vaxtı o qədər bilməz, qanmaz, sən heç nəyi bilmirsən. Daha çox özünü təsdiq etmək üçün o yaşı verir. Və valideyn də şuuraltı uşağına o qədər, məsələn 5 yaşı var, 15 yaşda qız kimi danışır sanki. O deyirsən ki, bu uşaqda uşaq enerjisi yoxdur. Buna fikir vermir və bəzən buna fəxr edərək ki, mənim uşağım görsən necə ağıllıdır, falan, necə kimə nə cavab verir. Yox, uşaqları hər bir öz yaşına uyğun olmalıdır. Hər bir insan yaşına uyğun cavab verməlidir. Və köklü və arıqlıqdan hara getdi mövzuları? Kök insan, bəzən insanda bax bu niyyətlər olur, negativ niyyətlər olur. Kin, nifrət, arxasında bir sözün arxasında hansı niyyətlə OKB-lər, takıntılar, şəxsiyyət pozuntuları, bunlar hamısı negativ enerjilərdir. Negativ enerjilər, bunlar o, nə qədər diyeta saxla, nə qədər, nə bilim, iynə, dərman, müalicə edibsə, hüceyrələrin o enerjidə deyilsə, saf enerjidə deyilsə, pozitiv enerjiyə keçməyibsə, o diyetaların heç bir faydası olmur. Diyetanın o qədər o vaxt faydası olur ki, sən negativ enerjidən fərqinə varırsan, dərk edirsən, çıxmaq üçün addım atırsan və terapiyada o negativ enerjiləri sən özünlə üzləşməkdən qorxmadan, qəbul edərək artıq o niyyətləri, o içində olan qurtları deyək ki, qurtları bir-bir söktükcə və ilk öncə də sən o psixoloqa, terapeutə güvənməlisən, onu qəbul etməlisən. Bu şəxsi məsələdir. Çünki hər bir digər terapiyalardan fərqli olaraq psixoloq, psixoterapeut qəbul olunacaq. Dərman yazıb pasientlə əlaqəni kəsmir. O daima onunla işlədiyinə görə, bir terapevtik bir proses getdiyinə görə, yəni münasibət, o şəxsiyyətini qəbul etməlisən, terapevtin, onun özünün, sözünü və səni düzgün yol apardığına əmin olmalısın şuuraltı şəkildə ki, o bir yola başlayasan ki, güvənəsən ki, güvən önəmlidir ki, sən onu hər sözünü qəbul edəsən və çıxmaq üçün bilirsən ki, sənə yol göstərir, sən bu vəziyyətdən çıxmaq. Qurtları təmizləməlisən, bilməlisən, xoş niyyətə gəlib çatana kimi, şəxsiyyət problemə düzələnə kimi səbr etməlisən. Yox, mən gedim iynə vurum, dərman atım, çay içim, bu qurtlar təmizlənsin və mən biz düşünürük ki, arıqlayım, bu liposaksiya eləyim, o əməliyyat edim, bu əməliyyat edim, bu gözümü düzəldim, qulağımı düzəldim, burnumu düzəldim, çənəmi düzəldim. Bunların xarici görkəmimizi bizim həmin günün enerjisinə, düşüncəsinə uyğun enerjilər bizi bürüdüyünə görə biz həmin gün o enerjidə oluruq. Bu bədənə nə qədər paltar, hansı model geyindirsən geyindir, sən ağzını açıb danışan, sənin görkəmin, sənin yaydığın enerji səni göstərir. Sənin hansı tip, bugün hansı əhval-ruhiyyədə olmağını, hansı düşüncədə olmağını, sənin xarici görkəmini dəyişə bilər, amma
yəni deyək ki, enerjisiz edə bilərsən özünün, dərini tamamilə dondura bilərsən, emosiyalar, hisslər bilinməyə bilər. Amma sən artıq onu danışanda, ağzını açıb danışanda sən artıq hansı hisslərdə olduğunu göstərirsən, hansı aqressiyada olduğunu göstərirsən. Həyatımızı kukla kimi dəyişməkdənsə, fiqur kimi yerinə, məsələn, sən ideal bir evdə yaşaya bilərsən, ideal bir görünüşdə ola bilərsən sənə görə, amma səndə bəs etmir o ideal görünüşün sən. Daha da başqa bir görünüşdə ola bilərdin, daha da başqa bir cür ola bilərdi. Hər zaman doyumsuzluq, hər zaman çatmayan bir şeylər var səndə. Hər zaman çatmır, özünlə razı deyilsən, huzurda deyilsən, bir şeydə deyilsən, bir kontaktda deyilsən, təsdiq axtarırsan, bəyənmə axtarırsan, hə deyilsin. Bu problemləri biz problem olaraq görmürük və problem də deyil. Və bunun üçün psixoloqa da getmək lazım. Bunun üçün ancaq nəyisə tükətmək lazım, nəyisə almaq lazım, gəzmək lazım, oradan ora, buradan bura. Və nə istədiyimi özümlə soruşmayım və tək qalmayım ki, bunların fərqinə vararam, bunu bilərəm, bunun üçün gedərəm. Mənim dırnaqarası özgüvən, narsizist şəxsiyyət pozuntularıma toxunurlar, onu əzəllər, o oradan çıxar. Çünki şəxsiyyət pozuntusu müəyyən bir yaşdan sonra insan ona icazə vermir ki, kimsə hansısa bir psixoloq danışsın, bir şəxsiyyət pozuntusunu, narsistliyi həll etsin. Çünki narsistliyi həll etmək üçün birinci onun başını əzmək lazımdır ki, insan özü-özünə icazə versin ki, bunu əzilsin və üstəlik də psixoloqa kömək etsin ki, narsizm əzsin ki, mən aşağı düşüm, öz güvənimə qayıdım ki, ehtiyacım olmasın başqalarını əzərək, aşağılayaraq, bir heç görərək, məndən yoxdur. Hamı var, heç kim yoxdur, mənəm əla, məndən superdir deyib kimsə əzməyim ki, yəni sən normal bir enerjiyə düşəsən, təsdiqə ehtiyacın olmasın. Və bu prosesin içində, bu qədər problemin içində sən arıqlamağa can atırsan, kiməsə baxıb, nə qəşəng arıq, mən də o dərman için, bunu için arıqlayım və yaxud da ki, kökəliyim, çəki artsın. Məsələn, deyirsən ki, arıqsan, o insan deyir ki, yox, arıq deyiləm, beləyəm, belə gəlmişəm, belə gedirəm, özünü qəbul edir və bu etapdan digər etapa keçmək istəmir. Sadəcə bizim bir niyyətimiz var ki, yəni hal-hazırdakı cəmiyyətdə deyək, alım, gəzim, edim, falan kəs falan qaşı düzəltdim mən də edim, falan kibri qoydum mən də edim, falan görünüşdədir mən də olum. Eynisini, eyni modeli yaratmaqdan bizim həyatımızın manipulativ bir davranışda yaşayırıq və bunun fərqində deyilik. Və bunun düzəlməyəcəyini və düzəlmək üçün cəhd etmək də heç düşünməməyimizə səbəb olur və üstəlik də bunun dəyişməsi mümkün deyil, çünki komfort həyat, komfort zonundan tərk etmək istəmirik. Komfort zonundan tərk etmək insanı bir təhlükə ilə üzbəüz qoyduğuna görə və belə davam edim, nəinki komfort zonamı dəyişim. O insan nə edir? Deyir ki, mən ailə həyatım belədir, belə davam etsin, edərək nəyisə dəyişsin. Belə davam edərək heç nə dəyişə bilməsən, komfort zonanı tərk etmədən, bir dəyişikliyə hazır olmadan, bir dağılmağa hazır olmadan yenidən bir şey qura bilməzsən. Eyni bir vəziyyətdən yeni bir vəziyyət qura bilməzsən. Bir şeyi dağıtmaq lazımdır ki, yenidən qurulsun, yenidən tikilsin. Buna hazır olmaq lazımdır və sonra demək lazımdır. Psixoloq nə edir ki, o gəlib otururam, danışır. Bunu özüm də həll edə bilərəm. Bunu deməklə heç nə həll edə bilməzsən. Elə həll etmək mümkün olsaydı, insanlar bugün qurduğu xəyalı oğurluqla yox, daim onda qalması üçün, oğurluq deyilsə, daim onunla qalır. Oğurluqdursa, o bir pilləkənləri çıxar, onu əldə edibsə, daim onunladır. O pilləkəni həqiqətən çıxıbsa, o insan bilir də, o daim onunladır. Yox, oğurluq enerjisi birdən 100-ə qalxmısansa, o bir 100-dən qalxdığın kimi də əlinə alınacaq bir yox olur. Kiminsə enerjisini əldə etdiyin hər şey. Ona görə sən bir yolu qalxaraq, bir əziyyət çəkərək, bir pilləkəni qalxırsansa, bir həyatının bir addımına çatmaq üçün əlləşib vuruşursansa, o səninlədir, o sənin pozitiv enerjinə. Həyatın da mənası zaten belədir. Bəzən insan həyatın mənası yoxdur. Niyə belə gəlib? Niyə mən taliyim budur? Hər şey dəyişə bilərsən. Sadəcə istəmək lazımdır. Sadəcə addım atmaq lazımdır. Sadəcə dəyişim üçün bir addım atmaq lazımdır ki, dəyişimə hazır olduğunu enerji görsün. Dəyişimə hazır olanda bütün qapılar açılır. Sənin çətin olacaq, bəli, özünü üzləşmək çətin olacaq, bir yol getmək çətin olacaq, amma sonunda deyəcəksən ki, nə yaxşı bu yolu getdim, nə yaxşı özümü tanıdım, kim olduğumu tanıdım. Bu dünyada insan özünü tanımadan gedirsə, boş bir həyat yaşadığını və ruhunun heç nə əldə etmədiyini görür. Zaten həyatımız boyu nəyisə əldə etmək üçün çalışır və bir anda da ruh gedir, sağollaşıb dünyadan. Ona görə əldə edin bir şeylər.